Hər il olduğu kimi bu ildə Fəvvarələr meydanında Soyuq Əllər İsti Ürək Xeyriyyə Yarmarkası start götürdü. Yarmarka dekabrın 1-dən 8 yanvar 2026-cı ilə qədər hər gün saat 10:00-dan 23:00-a qədər açıqdır. Qurulan dekorlardan da göründüyü kimi bu ilin məzmunu sirkdir. Buradakı stendlər sanki nağıllar aləmini xatırladır. Havanın soyuq olması isti kofe və içki stendləri üçün əla bir fürsətdir. İnsanlar maraqlı qidaların, dekorativ əşyaların, əyləncəli hədiyyəliklərin olduğu evciklərə üz tutub alış-veriş edirlər. Buradan əldə olunan məvacib isə müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların müalicə və əməliyyat xərclərinə ödənilir. Burada müxtəlif stendlər fəaliyyət göstərir. Əl işləri, qida məhsulları və xeyriyyə məqsədli satışlar. İçəri girdiyimiz andan etibarən bizi 64 böyük, 24 kiçik ev qarşıladı. Hər açılan pəncərədə təbəssüm ilə birgə ümidlər də işıldayırdı. Stendlər gəlib bizə yaxınlaşdıq, kofedir, orada müşteriyyatçı, çox maraqlıdır, rəngli, işıqlı, vəzəkli. Xoş auradır. Biz də qızlarla qrup yoldaşlarımızdan gəlmişik. Özümüz də jurnalistika tələbəsiyik. Sərbəst işlərimiz üçün gəlmişik. Yaxşı çəkilişlər eləyirik, əla dəyişik. Uşaqların sevinci, əyləncəsi, böyüklərin xoş aurası insanı valeh edirdi. Şaxta babanın nağıllar aləmindəki evinə səyahət etmək istəyənlər isə bura üz tuturdu. Çox maraqlı stendlər var, bir-birindən maraqlıdır hər biri. Doritos, çiğ köftə kimi, qarğıdalı kimi stendlərə yaxınlaşmışam. Xarici vətəndaşlar da var, Hindistanlılar görmüşük burada. Çox maraqlıdır, mahnılar da eyni zamanda çox qəşəngdir. Dadları var, yəni komplektlər də çox uyğundur, çox qəşəngdir. 2013-cü ildə Nərgiz Fondu tərəfindən yaradılan bu yarmarka hər il mütəmadi olaraq qurulur. Yeni ilə hazırlıq məqsədi ilə almaq istədiyiniz kiçik dekorativ əşyaları elə məhz burada tapa bilərsiniz. Stendlərdə fərqli təamlar hazırlanır. Şərq və Qərb mətbəxinin ləziz dadları burada alıcılara təqdim olunur. Buranın işıqlandırması, musiqisi insanı sanki nağıllar aləminə aparır. Elə o nağıllar aləminin qəhrəmanı da yanımızdadır. Keçən il standart dada malik şirinilər bu il daha fərqli üsullarda hazırlanır. Bu da sakinlərin marağını cəlb edir.